Lazerdən sonra qolaltı və bikini nahiyəmdə qaralma olub deyirsinizsə, ekrana yaxın yerləşin və diqqətlə qulaq asın. Aleksandrit lazer 755 nanometr qısa dalğa uzunluğuna malik olduğu üçün dərinin epidermis qatında, yəni ən üst səthində olan melaninə daha çox təsir edir və nəticədə epidermis qatı daha çox istilik almış olur. Bunun nəticəsində də dəri müəyyən qədər zədələnir və qaralma baş verir. Diod lazer isə 810 nanometr uzun dalğa uzunluğuna malik olduğu üçün dərinin epidermis qatında olan yox, daha dərində olan tük follikulunda olan melaninə daha çox təsir edir və buna görə də daha çox tük follikulu şüa almış olur və zəifləmiş olur. Əlavə olaraq prosedur zamanı istifadə olunan soyuq gel ümumiyyətlə epidermis qatının istilik almasına mane olur. Bundan da əlavə olaraq gelin soyuqluğu və buz başlığının sayəsində dəridə nəinki qaralma, əksinə ağarma baş verir. Bizim lazer prosedurlarımıza ağarma proseduru da daxildir. Bu cür ətraflı və əlavə məlumatlar almaq istəyirsinizsə səhifəmizi izləyin.